Çox təəssüf ki, bu dərmanlar da sonra yaxşı nəticə vermir. Silik cinsiyyət sistemində müəyyən fəsadlar yaradır. Cinsi həvəs yoxdur, ümumiyyətlə cinsi maraq sönmüşdür. Bunlar da sonunda gətirib cinsi zəifliyi yaradır. Cinsi zəifliklə müraciət edən pasientlərin çoxu deyir ki, son vaxtlar səhər ereksiyası yoxdur, cinsi həvəs yoxdur, ümumiyyətlə cinsi maraq sönmüşdür. Bu da ondan irəli gəlir ki, cinsi zəifliyin əmələ gəlməsinə qədər olan fazada bu proseslər baş verir. Yəni birdən-birə həmin şəxs yatıb səhər tezdən durub demir ki, cinsi zəifliyim var. Yəni cinsi zəiflik varsa, ona gələn yol var. Yəni ki, onu törədən səbəblər var. Bunlardan birincisi cinsi infeksiyalar ola bilər. Hansı infeksiyalar? Xlamidiya, mikoplazma, ureoplazma, gonoreya, trixomoniaz və s. Yəni cinsi infeksiya həmin şəxsə yoluxur və həmin cinsi infeksiya artıq orqanizmdə silik cinsiyyət sistemində müəyyən fəsadlar yaradır. İlk növbədə prostatı zədələyir, sonra digər silik cinsiyyət sistemi orqanlarını zədələyir ki, bu nəticədə penisin qanla təchizatı, penisdə olan qan dövranı pozulur və həmin şəxslərdə ereksiya sönməyə başlayır, get-gedə əvvəl kimi olmur. Digər səbəb hormonal balansda olan problemlərdir. Yəni həmin şəxsin testosteronunun get-gedə aşağı düşməsi, enməsidir ki, burada da ilk növbədə həmin şəxsin həyat tərzinə fikir vermək lazımdır. Yəni ki, onun yuxu rejimi, onun iş rejimi, onun idmanla məşğul olması və s. və bu kimi əlamətlər onda ilkin olaraq həmin xəstələrin silik cinsiyyət sisteminə təsir edəcəkdir. Bütün məhsullarını və alkohollu içkilərdən istifadə etmək, həmin şəxsin keçdiyi həyat tərzi, yuxusuzluq bunlar da sonunda gətirib cinsi zəifliyi yaradır. Məhz buna görə cinsi zəifliyi olan şəxs bu məsələlərə diqqət yetirməli və müayinələrdən keçməlidir ki, səbəbi tapılsın. Yoxsa cinsi zəifliklə bağlı müraciət edən şəxs həmən müalicə istəyir, deyir ki, mənə cinsi zəifliyin qarşısını almaq üçün müəyyən dərmanlar təyin edin və yaxud da ki, özü gedib öz başına aptekdən müəyyən dərmanlar alır. Çox təəssüf ki, bu dərmanlar da sonra yaxşı nəticə vermir və müvəqqəti stimul edici təsir göstərərək həmin şəxslərin müvəqqəti performansa nail olmalarını gətirib çıxarır. Amma sonradan get-gedə onlarda cinsi zəiflik, cinsi funksiyanın sönməsi müşahidə olunur. Bu deməkdir ki, kənardan hər hansı bir məsləhətlə bu işi həll etmək yox, mütəxəssisə müraciət etmək lazımdır ki, düzgün diaqnostik aparılsın və düzgün analiz edildikdən sonra müalicə düzgün aparılsın ki, sonunda müvəffəqiyyətlə nəticələnsin. Çünki bəzi pasiyentlər düz istiqamətdə getmirlər və nəticədə onlar sonda əziyyət çəkirlər, həm maddi, həm də mənəvi çətinliklərlə qarşılaşırlar ki, bu da ondan irəli gəlir ki, əvvəldən düzgün müayinə, müalicə olunmadıqlarına görə sonda bu proses uzanır və aylarla davam edir və həmin pasiyentlər sonda öz məqsədlərinə gec nail olurlar. Yəni ki, bu xəstələrin vaxtında düzgün müayinə olunmamaları nəticəsində müalicə də düzgün getmədiyinə görə sonda nəticə yaxşı olmur. Məhz bu nöqteyi nəzərdən istənilən bir cinsi zəifliyi olan pasiyent, əgər onda səhər ereksiyası artıq yoxdursa, əgər onda cinsi maraq yoxdursa, cinsi həvəs yoxdursa və bu insan əvvəl kimi öz cinsi funksiyasını icra edə bilmirsə, bunun üstünə düşməli və səbəbi tapmalıdır. Səbəbi tapandan sonra artıq müalicə də mümkündür. Düzgün mütəxəssisə müraciət etdikdə sonda hər bir pasiyent öz cinsi fəaliyyətini bərpa edə bilir və cinsi zəifliyin müalicəsi sonda müvəffəqiyyətlə nəticələnir.